Nazirlər Kabinetinin qərarı ilə məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün olan qida menyuları yenilənir. Bu dəyişikliklər uşaqların daha sağlam və balanslı qidalanmasına xidmət edir. Gəlin bu yeniliklərin nədən ibarət olduğuna birlikdə nəzər salaq. Yeni qərara əsasən məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması elmi əsaslarla yenidən tənzimlənib. Menyular uşaqların yaş qruplarına uyğun hazırlanır, qida rasionunda tərəvəz, meyvə, ət, süd və süd məhsullarına üstünlük verilir. Adın nədir sənin? Aydan. Aydan nə yeyirsən? Çörək. Başqa nə var yeməkdə? Yumurta, pendir. Çayam. Aydan yeməklər xoşuna gəlir? Dadlıdırlar? Sənin adın nədir? Yusuf. Yusuf nə yeyirsən? Çörək. Yusuf, bu yediyin yeməklər içindən çox hansını bəyənirsən? Çörək. Çörəyi bəyənirsən. Yusuf, bəs daha çox günorta yeməyini xoşlayırsan, yoxsa səhər yeməyini? Səhər. Səhər yeməyində sizə nə veriblər indi? Yumurta, çaya. Çay. Xoşun gəlir yeməkdən? Nuş olsun. Adın nədir sənin? Kamran. Kamran, yemək yeyirsən, bəs ən xoşladığın hansıdır onların içində? Çörək. Çörəyi xoşlayırsan ən çox. Kamran, bəs ən çox səhər yeməyini xoşlayırsan, yoxsa günorta yeməyini? Günorta. Niyə bəs günorta yeməyini? Dövrəm da. Sevirsən. Erkən yaş dövründə düzgün qidalanma uşaqların həm fiziki, həm də zehni inkişafında mühüm rol oynayır. Qərarda əsas diqqət uşaqların gündəlik ehtiyac duyduğu zülal, vitamin və mineralların balanslı şəkildə təmin olunmasına yönəlib. Məqsəd uşaqların böyüməsi üçün zəruri olan, onların sağlamlığı üçün zəruri olan zülalların, mineralların, uşaqların təmin etmək, sonra onların immun sistemini möhkəmləndirmək və beləliklə sağlam inkişaflarının təmin edilməsidir. Eyni zamanda körpə yaşından sağlam, normal qidalanan uşaqlarda düzgün qidalanma formalaşır. Yeni qaydalara əsasən yemək saatları uşaqların bağçada qalma müddətinə uyğun müəyyənləşdirilib. Yeni qəbul olunmuş qərarda uşaqların bağçada qalma saatlarına uyğun olaraq yemək saatları müəyyən edilir ki, bizim bağçamızda uşaqlar səhər yeməyi, nahar yeməyi, günorta yeməyi və qəlyanaltı ilə qidalanırlar. Bu da uşaqların gün ərzində enerji balansını saxlamağa köməklik göstərir. Mütəxəssislər hesab edir ki, bu dəyişikliklər məktəbəqədər yaşlı uşaqların sağlam böyüməsinə və düzgün qidalanma vərdişlərinin formalaşmasına mühüm töhfə verəcək. Tərlan İbrahimova, Cavad Hüseynov, NTV Xəbər.